Leysan yağışlar yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə düşür. Çox ciddi problemlər yaşanır. Düzdür, bu təkcə Bakıda azını görürük. Hətta ən inkişaf etmiş ölkələrin şəhərlərində də daşqınlar adi hal alıb. İlham Əliyev deyir ki, belə daşqınlar inkişaf etmiş ölkələrdə də olur. Amma orada sistem işləyir. Bizdə isə hər yağış bir böhrana çevrilir. 2025-ci ildə dedilər ki, 30 küçədə kollektor qırılacaq. 2026-cı ildir, artıq heç bir nəticə yoxdur. Eyni problemlər, eyni səhlənkarlıqlar. Və bu yerdə Səyyad Aranın o sözləri yada düşür. Savadsız 300-400 manat maaş alırsa mənim günahım nədir? Əslində problem çox aydındır. Savadsız deyib aşağıladığınız insanlar yox, illərlə kresloda oturub heç bir real nəticə göstərməyənlərdir. Əgər millət vəkili xalqın maaşını müzakirə edirsə, amma xalqın yaşadığı problemləri həll etmirsə, bu artıq tənqid yox, açıq şəkildə iflasdır. Bu xalq sizə maaş verir ki, işləyəsiniz, amma nəticə yoxdur. Deməli, ya bacarıq yoxdur, ya da məsuliyyət hissi. Hər iki halda bunun adı xidmət deyil. Ay Ruhiyyə xanım, mən günahkaram ki, kimsə 300, 400, 500 manat maaş alır, mən tutaq ki, filan qədər. Zəhmət çəkib oxuyaydın, ali təhsil alaydın, fərqlənəydin, işlədiyin idarədə, müəssisədə yeni ideyalarla çıxış eləydin. Nə qədər ki, bu hakimiyyətdə Səyyad Aran kimləri olacaqsa, bu problemlər davam edəcək.